Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bölgə TV xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Tbilisi prospekti İzmir küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Ziya Bünyadov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Birinci Göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində, Sabunçu Zabrat şosesi Koroğlu metro stansiyası istiqamətində, 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur. Rəna Rövşənqızı, BTV.